Sarkazm həyatımızda mühüm yerlərdən birini tutur. Ələ salınmaq, başqalarının yanında utandırılmaq bizi gərginlikdə saxlayır və aqressiv edir. Ətrafımızda elə insanlar çoxdur. Sanki onlar öz yersiz zarafatları ilə bizə iynə sancmaq, iynə batırmaq və yaxud da ki, bizi ələ salaraq başqalarının yanında utandırmağa çalışırlar. Neyləyə bilərik? Buna qarşı biz hazırlıqlı olmalıyıq və sizə iki variant təklif edəcəm. Həmin insanlara zarafat edən zaman belə deyə bilərsiniz. Çox zarafatçılsan, bu yumor hissini biznesə çevirmək istəmirsən ki, burada məsələ uzanacaq. Çünki həmin insan zarafatını davam elətdirə bilər. Buna hazır olmalısınız. İkinci variant isə belədir, o daha kəskindir və ikinci variantı siz özünüzdən həm vəzifəcə, həm yaşca böyük insanlara da göstərə bilərsiniz. İkinci variantda tam gözlərinin içinə baxaraq insanın belə deyirsiniz. Xahiş edirəm, mənimlə belə zarafatlar etmə. Mən bunu qəbul etməyəcəm. Özünüzə dəyər verin.